Hekayələrlə dəyərlər silsiləsi. Ədaləti öyrədən hekayələr. Kəndxuda və Muzdur. Qədim zamanlarda bir varlı kəndxuda var idi. Onun əkin sahələrinin, otlaq yerlərinin ucu bucağı görünmürdü. O qədər zəngin idi ki, var dövləti haqqında əfsanələr gəzirdi. Həmin kənddə bir gənc yaşayırdı. Gənc o qədər yoxsul idi ki, bir dəri, bir sümük qalmışdı. Bir qarın çörək üçün səhərdən axşamacan kəndxudanın torpağında işləyir, qaranlıq düşəndə uçuq sökük komasına gedirdi. Qızmar yay günlərindən birində bu cavan oğlan taxıl biçirdi. Günəşin istisi onu haldan salmışdı. Axırda dözməyib bir ağacın kölgəsində uzandı. Bir azdan dərin yuxuya getdi. Nə qədər yatdığını bilmirdi. Birdən ayağına dəyən təpik onu yuxudan oyatdı. Oğlan başını qaldırıb qarşısında kəndxudanın heybətli cüssəsini gördü. Kəndxuda zəhmli səslə dedi: "Qalx ayağa, işçimə bax mənim. Biçinin qızğın vaxtında ayağını uzadıb kef eləyir. Onu yaxşı bil ki." Gənc gözünü ovuşdura-ovuşdura ayağa qalxıb dedi: "Qurbanın olum ay kəndxuda, biraz dincəlmək istəyirdim. Niyə oyatdın məni? Gözəl yuxu görürdüm. Görürdüm ki, böyük evim var. Var dövlətin başımdan aşır. Yuxuda saysız hesabsız mal-qaram, uçsuz bucaqsız tarlalarım var idi. Onlarla xidmətçi qulluğumda dururdu. Qoymadın, heç olmasa yuxuda biraz keyf çəkim." Kəndxuda kinayəli gülüşlə dedi: "Ay yazıq, sən belə şeyləri ancaq yuxuda görə bilərsən. Mənə isə bunun üçün yuxu görmək lazım deyil. Bu həyatda hər şeyim var." Gənc oğlan mənalı bir ifadə ilə kəndxudaya baxıb dedi: "Ağa, bilirsənmi, əslində ikimiz də yuxu görürük. Fərqimiz odur ki, mənim yuxum gözlərimi açanda bitir. Sənin yuxun isə gözlərimi yumanda bitəcək."